Salam uşaqlar. Deməli 2021-ci il 4-cü qrup qəbul imtahanı sualları. 31-ci sualla başlayaq. Deməli x, y, z su ilə reaksiyada qarşılıqlı təsiri, deməli adi şəraitdə qızdırıldıqda. Bir dənə z-ə baxın uşaqlar. Ümumiyyətlə su ilə reaksiya daxil olmasa bu pozitiv metal olacaq. Deməli dəmir çıxdı, natrium çıxdı, natrium çıxdı. Qalır ya A-dır, ya C-dir. Adi şəraitdə su ilə reaksiya daxil olmursa, yoldaşlar, bu aktiv metal ola bilməz. Çünki aktiv metallar adi şəraitdə də qızdırılıqda da su ilə reaksiya daxil ola bilər. Ona görə 31-ci sualda cavab olur C variantı. 32-ci suala baxaq. Maddə molekulunda deməli əks etdirən sxem. Deməli hansı maddə isə burada pi rabitə var. Burada hibridləşmiş karbonla hidrogen arası rabitə var və burada PP üzrə PP yox. Burada artıq hibridləşmədir. Karbon-karbon rabitəsi var. Görək hansı variant buna uyğun gələ bilər. Bax, məsələn, heksan burada olmaz. Niyə? Çünki heksan doymuş karbohidrogen. Doymuş karbohidrogenlərdə pi rabitə olmur. Bir getdi, bir getdi. Xlor metan olmaz. Niyə? Çünki doymuş karbohidrogen. Doymuş karbohidrogenlərdə pi rabitə olmur. 5-i də buradan çıxdıq. Yerdə qalır 2, 3, 4, 2, 4, 6. 6 ilə 3-ə baxaq. Biri 3, biri də 6. Yoldaşlar, bu tam doymuş karbohidrogendir. Pi rabitə yoxdur. 6-ını da buradan çıxdıq. 32-də qaldı. Sualın düzgün cavabı B variantı. Baxırıq 33-cü sual. Deməli, bizə verib hər hansı bir alkil molekulunda qeyri-polimer sigma rabitələrin sayı, yəni qeyri-polimer nədir? Karbon-karbon sigma rabitələrin sayı. Molekulda ümumi atomların sayı. Bir dənə alkin götürür uşaqlar. Məsələn, CH2, CH2. Və molekulunda qeyri-polimer sigma rabitə, yəni karbon-karbon sigma neçədir? 1. Deməli, N də bərabərdir 1-ə. Və bizdən bu zaman soruşur ki, atomların ümumi sayı CH4-də 6 atom var. Deməli, N-in 1 olanda 6 olan cavab, o da ya A variantı ola bilər, ya Y variantı ola bilər. Bax, gördünüz, bu suallarda dərs izah eləmişim. Gördünüz, 2 birləşmədə ödədi, başqa birini yaz. Bax, tutaq ki, CH2, 2 qat rabitə CH3. İndi yoldaşlar, burada karbon-karbon sigma neçədir? 2. Deməli, N bərabərdir 2. Bu zaman C3H6. C3H6-da yoldaşlar neçə atom var? 9. N-in 2 olanda 9 olan cavab artıq burada Y variantı ödəməz. Çünki alt dəfə 2 eləyəcək 12. Y variantını çıxırıq. Qalır bir dənə 33-də cavab A variantı. Davam edirik 34-cü sualla. Aydındır ki, burada CO-dan söhbət edir. Çünki CO-nun natrium OH-la reaksiyasında burada nə verir uşaqlar? HCOO natrium, natrium formiat. Bir də CH3OH-ın CO ilə reaksiyasından isə alınır CH3COOH. Hər iki reaksiya birləşmə reaksiyasıdır. Diqqətli olun. Davam edirik 35-ci sualla. Bu qədər etil asetatın hidrolizlə əmələ gəlmiş. Deməli, etil asetat CH3COO2C2H5. Yoldaşlar, bu əgər hidroliz edirsə, deməli, sirkə turşusuna CH3COOH və etil spiritinə hidroliz edir C2H5OH. Əmələ gəlmiş etanolu, yəni C2H5OH-ın. Yoldaşlar, bunun öz kütləsi 88-dir. 88-nə cəmolla işləyir. 1 mol etanoldursa 17,6-sına yazıram x. Buradan x-i tapsam, x bərabər deməli neçə eləyəcək? Kalkulyatorla hesablayaq. 17,6-nı bölürük 88-ə 0,2 mol. Və yoldaşlar, etanol bir atomlu spirtdir. Deyir ki, artım miqdarının atom və qarşılıqlı təsirlə neçə litr hidrogen alınır? Yoldaşlar, bir atomlu spirtlərin 1 molundan 0,5 mol hidrogen ayrılır. Bunu dərs izahında demişik. İndi yazıram, əgər 1 molundan 0,5 vurulsun 22,4 litrdirsə, mən spirti 0,2 mol tapmışdım. 0,2 molda yazıram y. Buradan da y bərabərdir. 0,2-nə vurursan 0,5-ə, 10 da vurursan 22,4-ə. Sualın düzgün cavabı 2,24. Sualın cavabı 35-də eləyəcək. D variantı. Davam edirik 36-cı sualla. Deməli, xrom 3 hidroksid alınan duzun molekül kütləsi duzun 1 molunda olan atomların sayı. Gəlin baxaq yoldaşlar. Bax, xrom 3 hidroksid H bromla verə bilər. Bir dəfə xrom OH brom 2. Bir dəfə verə bilər xrom OH 2 brom.
Bir dəfə də verə bilər xrom, brom 3. Elə xrom, brom 3. Aydındır ki, ən böyük kütlə yoldaşlar burada olacaq. Bir dənə fikir verir ki, burada nə qədər xrom var. Üzr istəyirəm, brom var. Bromun biri 80 isə 3 dənəsi 240, 240-ın üzərinə 52, 292 elə bunun öz kütləsidir. Deməli, ən böyük kütlə buradadır və ən böyük kütləni verib M3. Yazıram, bu deməli M3-dür. Sonra M2. İndi bu ikisinə baxsaq, brom burada çoxdur. Deməli, M2 budur, onda M1 də qalır bura. İndi yoldaşlar, deməli, bax, bunun alınması üçün gəl reaksiyalar yazaq. Bax, xrom OH 3 dəfə. Əgər buna 1 mol H bromla təsir edirsə, 1 mol su ayrılacaq. Yerdə qalır xrom OH 2, içini burada yazım, xrom OH 2 brom. Əgər xrom OH 3-ə 1 molda su ayrılır. Əgər mən xrom OH 3-ə 2 mol H bromla təsir göstərsəm, 2 mol su buradan ayrıldı. Qaldı xrom OH brom 2. Yox, mən əgər xrom 3 hidroksidə 3 mol H bromla təsir göstərsəm, olar xrom brom 3 üzərinə gəlsin 3 mol H brom. Deməli, M3 budur, M3 budur, brom 2 olan, deməli, brom 2 olan M2 budur, onda M1 də budur. İndi baxaq, M1-ə sərf olunur A1, M1-ə sərf olunur A1, deməli, A1 bərabərdir 1-ə, M2-ə sərf olunur A2, deməli, A2 bərabərdir 2-ə, M3-ə sərf olunur, M3-ə sərf olunur A3, deməli, A3 də bərabərdir 3-ə. A-ları müqayisə eləsək, deməli, böyükdən kiçiyə, onda A3 böyükdür A2-dən, o da böyükdür A1-dən. A variantı olmaz, Y variantı olmaz, D variantı olmaz. Gəlir indi C-lər nədir? Duzun bir molunda olan atomların sayı. Yoldaşlar, M1-ə uyğun olan duz C1-dir. C1 bərabər neçə atom var burada? 1, 5, 6 atom buradadır. Bunu M2 uyğun gələn C2-də neçə atom var burada? 1, 2, 3, 5 dənə də buradadır. Buna da C3-dür. C3 də bərabərdir 4-ə. Onda ən böyük olacaq C1, böyükdür C2-dən, o da böyükdür C3-dən. Deməli, C1 böyükdür C2-dən, o da böyükdür C3-dən olur 36-da. Sualın düzgün cavabı B variantı. Riyaziyyat tələb edən suallardır. Kükürdlə reaksiyasında alüminium oksigen də ola bilər. İndi kükürd, bax, alüminium 2S3 də var, alüminium 2O3 də var. Yəni, X-la Y, ya kükürd ya oksigen. İndi baxın, amma oksigeni yazanda O2 yazır, kükürdü yazanda S. Deməli, X S'dir, Z də olur O2. Onda Z oksigendir, X da kükürddür. Bir dənə qalır cavab Y variantı. Xlor da alüminiumdan alüminium xlor 3 verir. Davam edək 38-ci sualla. Temperatur və təzyiqi necə dəyişmək lazım ki, C3H8-in, yəni bu istiqamətdə yönəlsin. Əgər bura minusdursa, bunun bu tərəfi olur plus 2. Plus 2-yə yönəltmək üçün, yəni temperaturu azaltmaq lazımdır ki, eksotermik reaksiya istiqamətdə yönəlsin. Getdi. Burada qaz qarşılığına baxırıq. 2 mol qaz qarşılığı var. Burada 1 mol qaz qarşılığı var. Elə. Deməli, molekul sayını azdırsa, onda təzyiqi artırmaq lazımdır. Azaltmaq, artırmaq. Sualın düzgün cavabı 38-də eləyir B variantı. Davam edirik 39-cu sualla. Ammonium karbonatın texniki parçalanma qrafikinə əsasən, deməli, ammonium karbonat NH4 2 dəfə CO3. Ammonium karbonatın texniki parçalanmasından alınır ammonyak, üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Azot 2-dir, bura yox, düzdür, onsuz. Yox, burada ammonyaka 2 yazsaq, hidrogen 8 olur, bəli 8 olur, karbon 1, oksigen də 3 düzəldir. İndi yoldaşlar, 17, 34 qram budur, 44 qram budur, 18 qram da budur. Fikir ver, ən çox alınıb Z, X. Deməli, X karbon qazıdır, Y ammonyakdır, Z də budur. İndi variantlara baxaq. X-in, yəni
karbon qazının Y-lə, yəni amoniakla reaksiyasından karbamid, bəli, CnH2 2 dəfə və Z maddəsi su. Bəli, həqiqətən bu reaksiya gedir. Karbamid gübrəsinin alınma üsulu. Deməli, biri 1-dir. 1 doğrudur. X plus Z, X karbon qazı, üzərinə gəlsin su, karbamid verməz, karbonat turşusudur. 2 səhvdir, 2 səhvdir, 2 səhvdir. 1, 3, 4, 3'ü tapsaq, yerdə qalanı taparıq. X-in üzərinə, X nədir? CO2. CO2'nin üzərinə karbon gəldi, CO alınır, bəli. Deməli, onda 1, 3, 4 sualın düzgün cavabı 39-da eləyəcək A variantı. Baxaq 40-cı suala. Alkan molekulunda olan karbon atomlarının sayı demək, konjugə qoşulmuş alkadenlərin birinci nümayəndəsi. Yoldaşlar, alkadenlər kumulə, konjugə və izolə olmuşdur. Konjugə nədir? Yəni qoşulmuş nədir? Arada 2 qat rabitə arasında bir dənə məsafə olsun. Budur, bax, CH2 2 qat rabitə CH, bir dənə tək qat rabitə CH, 2 qat rabitə CH2. Butadiyen 1, 3 konjugə və yaxud da qoşulmuş alkadenlərin birinci nümayəndəsidir. Amma bizə deyib ikinci nümayəndəsi. Deməli, onda ikinci nümayəndəsi olacaq CH2 2 qat rabitə CH, CH, 2 qat rabitə CH3. İkinci nümayəndəsi budur. Karbon atomlarının sayı bu nümayəndədə olan karbon atomlarının sayından 2 dəfə çoxdur. 1, 2, 3, 4, 5. Burada 5 karbon varsa, deməli, alkanda 10 karbondur. C10H22. İndi görək bizdən nə soruşur? Alkan molekulunda hidrogen atomlarının sayını soruşur. Cavab 22-yə bərabərdir. Rahat bir sualdır. Davam edirik. Bir dənə Mahiriyə mən cavab yazım, davam edəcəm. Yaxşı, davam eləyək deməli 41-ci sualına. Görək burada bizə nə verir? Başlanğıc məhlulun qatlığı 25% məhluldur. Həll olmuş maddənin başlanğıc məhlulda kütləsi 40 qramdır. Deməli, yoldaşlar, bax, həll olmuş maddənin başlanğıc məhlulda kütləsi 40 qram, 40 qram həll olan var. Və o cümlədən başlanğıc məhlulun qatlığı da, yəni 40 qramın neçə faiz olduğu da bizə verilib, 25%. Onda gör məhlulun kütləsini tapım, 100% desəm, burada məhlulun kütləsi bərabərdir. 40 vurulsun 100, bölünsün 25, burada 1, 4. Deməli, mənim əlimdə 160 qram 25% məhlul var. İndi, omega bərabərdir, məhlulum 160 qramdır və 25%-dir. 160-ın 25-i, yəni 4də 1-i həqiqətən 40 qram eləyir. Başlanğıc məhlula əlavə edilmiş həll olan maddənin kütləsi. Yoldaşlar, başlanğıc məhlulu biz həll olan maddə əlavə edirsə, həll olan həm məxrəcə əlavə olunur, həm sürətə əlavə olunur. Vurulsun 100%. Bərabərdir. 80 bölünsün 200 vurulsun 100%-dən hesablaya bilərik. Burada 1, burada 2, 80-də 2-yə böldükdə eləyəcək 40%. Sualın düzgün cavabı 41-də eləyər. B variantı. Davam edək 42-ci sualına. 3,3 dimetil penten 1. Metan, etan, propan, butan, pentan. Penten 1, 3,3 dimetil. 3,3 dimetil, deməli 3,3 dimetil penten 1-in 3,3 dimetil penten 1-in bromla reaksiyasına. Yoldaşlar, mən bura brom əlavə eləsəm, 2 qat rabitə buradan qırılar. Bromun biri gələr 1-ci karbona birləşər. Bromun biri də gələr 2-ci karbona birləşər. Sklet yerdə qalanı olduğu kimi olar. CH3, CH3, CS. İndi, alınan maddəyə artır miqdarda götürmüş qələvinin spirtdə məhlulu. Natrium OH-ın spirtdə məhlulunda təsir göstərirəmsə, deməli, dihalogeni törəmədir. Dihalogeni törəməyə, əgər natrium OH-ın yoldaşlar spirtdə məhlulundan təsir göstərirəmsə, əgər bunlar yanaşı birləşmədisə, fikir ver, burada alınacaq alkin. Yəni, karbonlar buradan bromla gedəcək, 3 qat rabitə C. İndi bir dənə bunu adlandıraq. 3 dimetil, ən uzun zəncirdə 5-dir. Pentin, 3 qat rabitə 1-ci karbondan sonra gəlir pentin 1. Sualın düzgün cavabı 42-də eləyəcək Y variantı. Baxaq 43-cü suala. İkili spirt oksidləşikdə verir keton, CH3, C2 qat rabitə CH3. İndi baxaq.
Azalan nədir? Sigma rabitə sözsüz ki, azalacaq uşaqlar. Niyə? Bax, burada nə qədər sigma rabitə var? 3, 6, 7, 8, 9, 10, 11 dənə sigma rabitə burada var. 3, 6, 7, 8, 9. 9 dənə də sigma rabitə burada var. Sigma rabitələrin sayı azaldı. Biri 1-dir. Bunları silək. Aha. Deməli, gördünüz ki, sigma rabitənin sayı azaldı. Biri 1-dir. 1 olan variantlar bu getdi, bu getdi. 2-yə baxmağa ehtiyac varmı? Yox. 2-yə baxmağa ehtiyac yoxdursa baxaq. İkinci karbon atomunun oksidaşma dərəcəsi. İkinci karbon müsbət, mənfi 2 oldu karbon müsbət 2. Elə. İndi buna baxaq. Mənfi 2, müsbət 2. Heç ikinci karbonun oksidaşma dərəcəsi dəyişmir. 3-ü də çıxırıq. Qalır B ilə Y variantı arasında. 6 düzü 4 ilə 5-ə baxsaq tapa bilərik. İndi bir dənə bunları yenə düzəldək. Deməli, 4 ilə 5-ə baxsaq tapa bilərik. 4-ə baxaq. Karbon atomunun sp3 hibrid orbitallarının sayı. Bəli, yoldaşlar, azalacaq. Niyə? Bax, fikir ver. Burada karbon sp3-dür. Burada karbon sp3-dür. Burada karbon sp3-dür. 12 hibrid orbital var. Amma sp3 hibrid orbital var. Amma burada karbon sp3, burada sp3, burada olur sp2. Amma burada artıq olur 6 dənə sp3 hibrid orbitalı azalma olur. Ona görə 1, 4, 6, 43-də eləyəcək cavab Y variantı. Davam edirik. Deməli, 44-cü sualdan. Fosfor, aydın ki, bu duri nitratdır. Burada verdi H3PO4, H3PO4. Deməli, H3PO4-ün üzərinə deməli X maddəsi kalsium ortofosfat gəldikdə deməli burada verir kalsium H2-dən gözlüyün zəng gəlir. Üzrü sayın. Deməli, harada qalmışdıq? 44-cü sualda. Bax, burada dedik ki, bu duru nitratı verdi H3PO4. Yoldaşlar, indi təzədən 4 mol H3PO4-dən kalsium ortofosfatla reaksiyasına biz bilirik ki, bu reaksiyada alınır kalsium kalsium H2PO4 2 dəfə. Kalsium H2PO4 2 dəfə. Gübrələrin alınmasına keçmişdik. Lap bilməsəz, bir dənə gəlin belə yazaq. Bax, X maddəsi bildiyi H3PO4. Bu dəqiqdir. H3PO4. Sadəcə gətir yerinə yaz. Bax, 4 mol, mən birinci metal yazmaq xoşlayıram. Kalsium 3PO4 2 dəfə. Bunun üzərinə gəlirsən, deməli 4 mol H3PO4. Bax, fikir verir, alınsın 3 mol Y maddəsi. İndi Y maddəsinə baxaq. Aydındır ki, 3 molsa bu bir dənə kalsium olacaq. Çünki fikir verir, kalsium sağda 3-dür. Onda bura kalsium 3-dürsə, bura bir 2 yazaq. Valentinə uyğun gətirək. Hidrogenlərə baxaq, yoldaşlar. Hidrogen 12-dir. Deməli, bu H2 olacaq ki, 2 dəfə 2, 4, 4 dəfə 3, 12 olsun. Fosfora baxaq, fosfor deməli 4, ikisi də burada 6. Deməli, fosfor, kalsium H2P-dir. Niyə? 3 dəfə 2, 6, 4-ü burada, ikisi burada. İndi oksigenlərə baxaq. 4 dəfə 4, 16, 16-nın üzərinə 8, neçə edir? 16-nın üzərinə 8, 24. Deməli, onda bu olacaq H2PO4. 4 dəfə 2, 8, 8 dəfə 3, 24. İndi bizdən soruşur ki, MrY, yəni kalsium, belə deyək, H4P2O8. Gəl belə baxaq. Bundan çıxmalısan H3PO4-ü. H3PO4-ü. Yerdə nə qalır? Kalsium 4 hidrogendən 1 hidrogen çıx H, 2 fosfordan 1 fosfor çıx P, 8-dən 4-ün çıx 4. Bunu qalır. Bunun kütləsini tapmaq lazımdır. Kalsium 40-dır, 1-dir, 31-dir, 64-dür. Bu eləyir 32, 32 gəlsən 72, 72-nin də üzərinə 64, eləyir 6, 136. Sualın düzgün cavabı 44 eləyir. Y variantı. Biraz tələsiz eləyirəm, çünki vaxtım yoxdur. Özünüz bir də baxarsınız. Deməli, yalnız oksidləşdiricidə uşaqlar, və yadınızdadır, RO deyir, ən aşağı oksidləşmə dərəcəsi yalnız reduksiya edici olur. Ən yuxarı oksidləşmə dərəcəsi yalnız oksidləşdirici olur. Orta oksidləşmə dərəcələrdə həm reduksiya edici olur, həm oksidləşdirici olur. Elə cavab A variantı. 0 kalsiumun ən aşağı oksidləşmə dərəcəsidir. Ən aşağı oksidləşmə yox, A variantı olmaz. Bir dənə baxaq.
Kalsium 0 ilə kalsium 2 müsbət olur. Ən aşağı oksidləşmə dərəcəsi yalnız reduksiya edicidir. Ən yuxarı oksidləşmə dərəcəsi isə deməli yalnız oksidləşdirici olur. Yalnız oksidləşdiricidirsə, deməli kalsium 2 müsbəti götürə bilərik. Məsələn, kalsium 2 müsbəti götürək. Yalnız reduksiya edicidirsə, fluoru götürmək olmaz Y-in yerinə. Çünki fluor yalnız oksidləşdiricidir. Ən yuxarı oksidləşmə dərəcəsi, bu yalnız reduksiya edici olmaz, yalnız oksidləşdiricidir. Yalnız oksidləşdiricidir. Bir dənə baxaq. Ən yuxarı. Bir dənə gözlüyün görün. Hə, uşaqlar, bax, gəl buradan baxaq. Yalnız reduksiya edici heç bir variant uyğun gəlmir axı. X atomu yalnız oksidləşdirici. Rahat bir sualdır. Rahat suallarda da belə çaşırıq. Dayan görüm. Deməli, Rodan ən aşağı oksidləşmə dərəcəsi yalnız reduksiya edicidir. Ən yuxarı oksidləşmə dərəcəsi yalnız oksidləşdirici. İndi, yalnız reduksiya edicidirsə, hə yoldaşlar, mən nə deyirəm? Yalnız oksidləşdiricidirsə, ən yuxarı oksidləşmə dərəcəsini götürəcəyik. Yalnız reduksiya edicidirsə, ən aşağı oksidləşmə dərəcəsini götürəcəyik. Məsələn, bu olar, bu olar, bu olar. Y variantı getdi. Fluor -1, 0. Yalnız reduksiya edici. Dayan görüm. 0 aldı oksidləşdirici, -1 aldı reduksiya edici. Bu da olar. İndi yalnız oksidləşdirici ən aşağı oksidləşmə dərəcəsi olmalıdır. Bəli də uşaqlar, yalnız oksidləşdirici ən yuxarı oksidləşmə dərəcəsi olmalıdır. Bu da olar, bu da olar, bu da olar. Ona görə A variantında buradan çıxırıq. Sonra həm oksidləşdirici, həm reduksiya edici olan orta oksidləşmə dərəcəsi. D variantını buradan çıxırıq. B variantını buradan çıxırıq. Qalır bir dənə C variantı. Bax, ən yuxarı oksidləşmə dərəcəsi kalsium 0, bir də müsbət 2 oksidləşmə dərəcələri göstərir də. Deməli, ən yuxarı oksidləşmə dərəcəsi yalnız oksidləşdiricidir. Ən aşağı oksidləşmə dərəcəsi yalnız reduksiya edicidir. Kükürt orta oksidləşmə dərəcəsi göstərirsə, həm oksidləşdiricidə, həm reduksiya edici. 45-də eləyir cavab C variantı. 46-ya baxaq. Niyə elə yoruldum mən o sualda? O qədər çətin həll edib asan sualda çaşıram. Amonium xlorida natrium hidroksidlə təsirdə amoniak, karbon qaz, amoniak, natrium xlor, bir də su alınır. Aydındır ki, oksigenlə reaksiya daxil olacaq amoniak, katalizator iştirakındadırsa NO, NO da oksigenlə verir NO2. Z-i soruşur, NO2 sualın cavabı Y variantı. 47-ci suala baxaq. 26 proton, aydındır ki, bu dəmirdir. Və 24 elektronu olan iyon bir elektron verdikdən sonra 26 protonu və deməli 24 elektronu verilibsə, deməli bunun özü müsbət, deməli 2 müsbətdir. 2 müsbətdir ki, 2 elektron verib. Təzədən deyir, 1 elektron da versin, deməli yoldaşlar bir dənə fikir verək, müsbət 2, müsbət 3. 1 elektron verirsə keçir qabağa, deməli olacaq onda iyonun yükü olacaq müsbət 3, oksidləşmə dərəcəsi müsbət 3, iyonun yükü isə olacaq 3 müsbət 47-də cavab B variantı. Diqqətli olun, çaşdırıcı bir sualdır. 48-ci sual. Deməli, hidrolizin qısa iyon tənliyi soruşur. Yoldaşlar, duzu ayırsaq, zəif əsas, qüvvətli turşudan əmələ gəlir. Deməli, burada olacaq mühit, turş mühit olacaq. Turş mühit olacaq. Ona görə OH ola bilməz. OH ola bilməz, çünki OH əsasi mühiti yaradır. 1 getdi, sonra 3 də olmaz. Niyə? Çünki yoldaşlar, qısa iyon tənliyində bəsit maddə nə gəzir? İyon olmalıdır. 3 də quruluş yanlışdır. 3-ün də quruluşu yanlışdır. Ona görə 48-də cavab qalır D variantı. Baxaq 49-cu suala. Hansı maddə molekularında asimetrik karbon atomu yoxdur? Deməli, birinci maddəmiz 2 dənə izopropilin birləşməsidir. İzopropil budur. CH3, CH, aşağı bir CH3. Təzədən buna yenə izopropil birləşdirsək. Yoldaşlar, burada asimetrik karbon atomu yoxdur. Asimetrik deyil, çünki 3 dənə hidrogen var. Asimetrik deyil, 2 dənə metili var. Asimetrik deyil, 2 dənə metili var. Heç bir asimetrik deyil. Deməli, X-i götürə bilərik.
İndi iki dənə ikili butilin birləşməsi yazıram. İkili butil CH3, CH2, CH3. Bu bir dənəsi təzədən eyni şey yazsa CH3. Artıq burada asimetrik karbon atomu var. Niyə? Məsələn, bir dənə buna fikir ver. Bu asimetrik karbon atomudur. Niyə? Çünki ona bir dənə etil, bir dənə metil, bir dənə hidrogen, bir dənə də ikili butil birləşib. Eyni zamanda bu karbon da asimetrikdir. Burada asimetrik var. Sonra üstdə isə ZZ izobutilləri birləşdirək. İzobutil budur. CH3, CH, aşağı bir CH3, CH2. Təzədən CH2, CH, bura bir CH3, bura bir CH3. Asimetrik deyil, asimetrik deyil, asimetrik deyil, çünki 2 dənə metil var. Asimetrik deyil, 2 dənə hidrogen var. Asimetrik deyil, 2 dənə hidrogen var. Asimetrik deyil, 2 dənə metil var. Asimetrik deyil, 3 dənə hidrogeni var hər ikisinin. Deməli, Z də asimetrik deyil, ona görə qalır 1 ilə 3. Sualın düzgün cavabı 49-da D variantı. Ekran kaydı gedir. 50-ci suala baxaq, yoldaşlar, artıq əzbərlisiz polimerlər bu hansıdır? Polimetil metakrilat. Polimetil metakrilat. Elə, bax, polimetil metakrilat. Və yaxud da buna nə deyirik? Üzvi şüşə. Bəli, uşaqlar, nə doğrudur? Polimerləşmə reaksiyası ilə alınır. Bəli, polimetil metakrilat, metil metakrilatın polimerləşməsindən alınır. Polimetil metakrilat adlanır, çünki polimerdir. Cavab olur 1 ilə 4. 5 saniyəlik bir sual. Polimerləri oxuyun. Gəlirik 51-ci suala və bu uzun sual. Gəlin baxaq. Magnezium nitrat və 81 qram magnezium oksid qarşı. Yazıram magnezium nitrat, magnezium NO3 2 dəfə və 81 qram magneziumdan ibarət qarşı. Qapalı qabda oksigen mühitində çözərdilir. Deməli, bunu parçalayırsan, alınır magnezium oksid, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. Əmsallaşdıraq, bura bir 4 yazsaq, bura bir 2 yazsaq, bura bir 2 yazsaq, görək düzələr. Magnezium 2, magnezium 2, azot 4, azot 4, oksigen 6, 12, 8, 10, 12 düzəldi. Oksigen mühitində çözəlmə deyirsə, deməli, bunun oksigenlə reaksiyası nəzərdə tutur. Bura bir 2 yazırıq, bura bir 2 düzəltdik. Deyir ki, reaksiyanın sonunda bərk qalğın kütləsi, bərk qalğın kütləsi, yoldaşlar, magneziumun özü neçə qramdır? 24 qram. Bunun 2 vurulsun 24 qramından 2 vurulsun magnezium oksid nə qədərdir? Deməli, 24 üzərinə gəlinsin, 24 üzərinə gəlinsin 16, 40 qram. 40 qramdırsa, bunun 81 qramından gəl nə qədər bərk maddə alınır? X. Buradan X bərabərdir. Nə qədər edir? 81 vurulsun 80 bölünsün 2 bölünsün 24, 135 qram. 135 qram bərk maddə burada əmələ gəldi. İndi magnezium nitratı bilmirik, yoldaşlar. Tutaq ki, magnezium nitrata bir A qram desək, A qramından X qram, Y qram bərk maddə alınırsa, 2 vurulsun magnezium nitratı verib 148. Bundan da alınır 2 vurulsun magnezium oksid, bayaq dedik 40-dır. Buradan ikiləri ixtisar apararıq. Y bərabərdir. Deməli, 40 bölünsün 148. Burada nəyi səhv yazdıq? Bəlkə molundan işləyək, heç kütləyə getməyək. Bəlkə molundan işləyək, dayanın görüm. Rahat bir sualdır, niyə səhv yazdım ki? Baxın, bunu bir A mol götürsəm, A molundan X qram əmələ gəlirsə, A molundan X qram əmələ gəlirsə, 2 molundan da 2 vurulsun magnezium oksid 40-dır da, 2 vurulsun 40 əmələ gələr. Yaxşı, buradan X-i hesablasaq, daha doğrusu Y yazaq, aşağıda da X yazmışıq. Onda buradan Y nəyə bərabərdir? 80 bölünsün 2, 80 bölünsün 2, 40. 40A qədər əmələ gəlir. İndi bax, deyir ki, reaksiyanın sonunda alınan bərk qalğın kütləsi. 40A qədər burada alındı, 135 qram da burada alındı. 40A üzərinə gəlsin 135, deyir, bərabərdir başlanğıc qarşılığın kütləsinə. Başlanğıc qarşılığı 81 qram magnezium oksid var, magnezium oksid. A molda magnezium nitrat. Magnezium nitratın da 1 mol 148 isə A mol olacaq 148A.
İndi bunu bu tərəfə keçirsək, 148-dən çıxaram 40-ı, 108A bərabərdir. 135-dən də çıxaram 81-i, 54-ə. Burada da A bərabərdir. Deməli, bunu da bölürəm 108-ə, 0,5 mol eləyəcək. 0,5 mol. İndi bizdən soruşur ki, başlanğıc qarşıda neçə qram maqnezium nitrat? Maqnezium nitrat başlanğıc qarşıda tapdıq A moldur. Maqnezium nitratın 1 molu əgər 148 qramdırsa, 0,5 molu eləyəcək bir T qram. Buradan da T bərabərdir. Deməli, 148-in yarısı neçə eləyir uşaqlar? 74. Bəli, 74 qram. Sualın düzgün cavabı 51-də eləyəcək C variantı. Ürəyim darıxdı. Bu qədər məsələ işləmək olar. Yazıq 4-cü qruplar. Hansı qrafikə 8 qram kükürdün artıqlaması götürülmüş qatı nitrat turşusuna reaksiyasına yazıram kükürd, üzərinə gəlsin HNO, biraz bərdən yazaq. Kükürd üzərinə gəlsin HNO3 qatı alınır. H2SO4 üzərinə gəlsin. NO2 üzərinə gəlsin su. Kükürd 0-dan, kükürd gəldi müsbət 6-ya, minus 6 elektron. Azot müsbət 5-dən, azot gəldi müsbət 4, üzərinə gəlsin 4 elektron. 6, 4, 4, 6, 2, 3. Kükürdə bir 2 yazırsan, azota da bir 3 yazırsan. Görək düzələcək. Kükürdə 2 yazdım, bura gəldi düşdü 2. Azota 3 yazdım, gəldi düşdü bura bir 3. Nəyi səhv yazdıq? Kükürdə indi onu dəqiq deyə bilmərik, hansını hara yazaq. Bir dən gəl belə yazaq. Bax, 6 elektron verdi. 6 azot, yoldaşlar səhv yazmışam da. Azot müsbət 5-də, müsbət 4-də gəlirsə 1 elektron qəbul edir. 6, 4, 1, 6. Deməli, heç bir ixtisar getmir. 6, 1. Azota düşür 6, sulfata düşür 1. Azot 6-dırsa bura bir 6 yazıram. Hidrogen oldu 3, bura bir 3. İndi görək oksigen 18 eləyir. Oksigen deməli 6 dəfə 2, 12. Üzərinə 4. Yenə nəyi səhv yazdıq? Hidrogen 6. Hidrogen yoldaşlar ikisi buradadırsa artıq yoruldum. Və hidrogen deməli 6-dır. Hidrogen ikisi buradadırsa bura 2 qalır ki 4 olsun. İndi baxaq, oksigen 18 düzəldi mi? 6 dəfə 2, 12, 12-nin üzərində 4, 16, 16-ın da üzərində 2, 12, 18 düzəldi. İndi 8 qram kükürddən alınmış NO-nu. Bax, kükürdün 32 qramından əgər 6 moldusa, 8 qramından 4 dəfə az. X bərabərdir. 6-nı 4-ə bölsən 1,5. Mol NO deməli birinci qrafik doğrudur. Sulfata baxaq. 32 qramından əgər 1 mol sulfatdırsa, 8 qramından bir Y mol sulfat bir-birinə qarışdı. Hamısı birincini hesabladıq. Gəl indi ikinciyə baxaq. 32 qramından 1 mol sulfatdırsa, 8 qramından 4 dəfə az, 0,25 mol sulfat almalıydı. Bu verib 1 mol. Deməli 2 yanlışdır. 2 yanlışdır, 2 yanlışdır. Biri götürəcəyik. Suyun mol sayına baxaq indi. 32 qramından 2 mol sudursa, 8 qramından X, buradan X bərabərdir. 24-ü bölürsən 32 qramından 2 mol sudur. Mən 3 niyə yazdım? 16-nı bölürsən 32-yə 0,5 mol su. Deməli 3 də doğrudur. Sualın düzgün cavabı 52-də eləyəcək A variantı. Həqiqətən yoruldum ha. 53. Qarışıq var əlimizdə C2H4 və CH4. Birinə A mol deyək, birinə B mol deyək. Qarşıdakı qazların mol sayı A plus B bərabərdir 4-dür. Qarşıdakı karbonun kütləsi deməli 24A üzərinə gəlinsin. 16B bərabərdir 72-yə. Qarşıda neçə mol metan? B-ni bizdən soruşur uşaqlar. Deməli, A-nı biz yox eləməliyik. Yuxarını mənfi 24-ə vuraq. Mənfi 24A çıxılsın 24B bərabərdir. Mənfi 24-ü 4-ə vuranda 16, bir yadda. Mənfi 96.
24A üzərinə gəlsin 16B bərabərdir 72-yə. Buradan ala gedər. 8B bərabərdir 96-dan 72 çıxsaq 96-dan 72 çıxsaq nəysə yazdıq yenə. Burada tamlı bir cavab olmayacaq axı. 96-dan 72-ni çıxanda neçə eləyir? Hə da 96-dan 72-ni çıxanda 24 düz yazıram da 24-ə. Buradan da deməli B də bərabərdir 3-ə. Həqiqətən yorulmuşam. Neçə mol metan var? Deməli 3 mol metan var. 1 molda etan C2H4. Bir dənə dəqiq baxaq. Deməli bir də məsələn bir də işləyim. Elə bil riyaziyyatım yorulub. Bax C2H4 var və CH4 var. Buna A mol dedim, buna B mol dedim. Qarşıdakı qazların ümumi olsa, yəni A plus B bərabər 4-ə, qarşıdakı karbonun kütləsi 12 2-yə vurdun 24. A yox, düz yazmışıq. Üzərinə gəlsin yoldaşlar. Yox, səhv yazmışıq. Karbon neçədir? 12. 12B bərabərdir, deməli 72. Yox, səhv yazmışıq uşaqlar. Aları yuxarını mənfi 24-ə vuraq. Mənfi 24 A çıxılsın 24B bərabərdir. Mənfi 96-ya 24 A üzərinə gəlsin 12B bərabərdir 72-yə. Buradan ala gedir 12B bərabərdir 24-ə. B də bərabərdir 2-yə. İndi düz yazdıq. Bayaq mən nəyə səhv yazmışdım? Olar. Bu qədər məsələ işləyəndə insan beyni yorulur. 54-cü sual. Alkandır, doymuş aldehid, doymuş ketonda hər birinin ismi molekul kütləsi A-dır, molekulda olan karbon atomlarının sayı. Verib ki, ketonun reduksiya məhsulu butanol 2-dir. Deməli, ketonun butanol 2-dirsə, onda ketonumuz budur. CH3, C2 qat rabitə, CH2, CH3. Buradan ketonun kütləsini taparam da. C4, H 8 odur. 12-ni 4-ə vurdum. 48-in üzərinə 8 üzərinə 16. 48-in üzərinə 8, 56 üzərinə 16. Yoruldum uşaqlar. 56 üzərinə 16 neçə eləyir? 12 bir adı 72. Uşaqlar, ketonda tapdıq ki, karbon atomu 4-dür. Ketona 4 yazdıq. Uşaqlar, aldehiddə də 4 olacaq. Niyə? Çünki aldehidlərlə ketonlar olsa sinflərarası izomerdir. Onsa bulan kütlələri bir-birinə bərabərdir. İndi kütləsi 72 olan alkan tapsam, 14N topla 2 bərabərdir 72-yə, 14N bərabərdir 70-ə, N də bərabərdir 5-ə. Deməli, bunu da tapdıq 5. Bizdən nəyə soruşur? X, Y, Z-in cəmi 9-un da üzərinə 4 eləyəcək 13. Düz yazdıq görəsən. Yəqin ki, düzdür. 55, hələ bunun situasiyası da var. Mis oksid üzərinə gəlsin NH3, reaksiyanı bilirik ki, alınır mis, üzərinə gəlsin N2, üzərinə gəlsin su. Azot 2-dir, bura 1-2 yazıq, hidrogen 6 oldu, bura 1-3 yazıq, oksigen 3 oldu, bura 1-3 yazıq, misə də gəlir, düşür 3. İndi deyir ki, hansı ifadələr doğrudur? Bəsit maddə alınır, bəli, mislə azot alınır. Azotun valentliyi dəyişir, yanlışdır. Burada da azot 3 valentli sərbəst halda da azot 3 valentli getdi. Reaksiya məhsullarının biri adi şəraitdə bərk aqreqat halındadır. Bəli, mis adi şəraitdə bərk aqreqat halındadır. Oksidləşdirici və oksidləşmə məhsullarının misalları cəmi 4-dür. Yoldaşlar, bir dənə fikir verək. Azot -3-dən gəlib 0, yəni bu reduksiya edicidir. Əgər bu reduksiya edicisə, deməli bu olur oksidləşdirici. Bu oksidləşdiricidirsə, bu isə olur onda reduksiya məhsulu. İndi bizdən soruşur, onda bu isə olur oksidləşmə məhsulu. Bizdən nəyi soruşur? Oksidləşdirici və oksidləşmə məhsulu. Oksidləşdirici 3-dür, oksidləşmə məhsulu 1-dir. Cəmi eləyir 4, bəli. 4 də doğru da olur, 1, 3, 4. Azotun sənayedə xeyr, laboratoriyada alınma üsulu yoldaşlar. Cavab olur 1-dir, 3-dür, 4-dür. Davam eləyək. Xlorun oksigenli turşuları H, xlor O, H, xlor O2, H, xlor O3, H, xlor O4. Oksidləşmə dərəcəsi müsbət 1, 3, 5, 7 olaraq dəyişir. B böyükdür A-dan, O böyükdür D-dən, O da böyükdür C-dən.
C-yə uyğun Z-dir, D-yə uyğun T-dir, A-ya uyğun X-dir, buna da uyğun Y-dir. Soruşur X və Z. X, Z və X bu ikisi olan atomların sayılar cəmi. 3 dənə burada 4, 5, 5-in də üstə 3 eləyəcək 8 sualın düzgün cavabı. Topluda olan bir sualdır. Burada da reaksiyalar yazmaq lazım. Dəmir xlorla 1-2 verir, dəmir xlor 3. Dəmir, maqnezium, alüminium, manqan, sink çıxardır, alınır sink SO4, üzərinə gəlsin dəmir. Burada dəmir 2O3 üzərinə gəlsin SO2 alınır. Duru ilə dəmir SO4 üzərinə gəlsin hidrogen. Qatı ilə isə dəmir NO3, bizə əsas dəmir lazımdır 3 dəfə. Yoldaşlar, A-da fikir ver, 0-dan gəldi müsbət 3-ə, 0-dan gəldi müsbət 3-ə, 1, 2, 3, deməli A gəldi birinciyə. B-də müsbət 2-dən gəldi 0-a, B getdi 2-yə. C-də müsbət 2-dən gəldi müsbət 3-ə, C gəldi onda 1-ə. D-də 0-dan müsbət 2, 0-dan müsbət 2 heç birində yoxdur. Y-də də 0-dan müsbət 3-ə, Y də gəldi bura. Bir 5 dəqiqə heç olmasa dincələk, sonra buna baxarıq uşaqlar. Davam edirik situasiya sualına. Şagird sınaq şüşəsinin dəmir qırıntılarını xlorid turşusunda həll edir. Deməli, dəmir üzərinə gəlsin H xlor, bilirik ki, dəmir xlorla dəmir xlor 2 üzərinə gəlsin hidrogen verir. Burada yazdıq 1-2. Alınan məhlul üzərinə müəyyən qədər natrium hidroksid əlavə etdikdə, deməli, dəmir OH2-dir. Bunun üzərinə natrium OH əlavə etdik. Duzla əsas o vaxt reaksiya girər ki, dəmir xlor 2-dir yoldaşlar. Nə yazıram mən? Deməli, verib dəmir xlor 2 üzərinə gəlsin natrium OH. Duzla əsas o vaxt reaksiya girər ki, hər iki suda həll olan olsun, nəticədə çöküntü alsın. Həqiqətən dəmir 2 hidroksid çöküntüsü əmələ gəlir və deyirik ki, yaşılımtı rəngi çöküntüdür. Buradan alınan natrium xlor. Bura 1-2 düşdü, bura 1-2 düşdü, çöküntümüz də budur. İndi 36 qram yaşıntı çöküntünün əmələ gəlməsinin sərf olunan 40% natrium hidroksid məhlul hesablayın və qonur rəngli əlavə etdikdə, dayan görək, əlavə etdikdə dəmir 3 hidroksid əmələ gəlir, ikinci reaksiya və zaman keçdikcə yaşıntı çöküntü havada tədricən qonurlaşdığı müşahidə olunur. Yəni, təzdən dəmir OH2, bu da olur 3-cü reaksiya. Dəmir OH2 oksigen su ilə çevrilir yoldaşlar. Dəmir OH 3 dəfə qonur çöküntüsünə. İndi, və bunları yadda saxlayın. İndi, 36 qram yaşıntı çöküntünün, yəni ikinci, yaşıntı çöküntünün ikinci reaksiya, bax bu. Və 36 qram yaşıntı çöküntünün əmələ gəlməsinin sərfinin natrium OH məhlulunun kütləsinə. Yazıram, 36 qram çöküntüyə X natrium OH-dırsa, natrium OH 2 vurulsun 40-dır. 2 vurulsun 40-a dəmir OH2-nin kütləsinə qədərdir uşaqlar. Deməli, 34, 34-ün üzərinə dəmir 56 gəlsə 90. 90, buradan X bərabərdir, 2 vurulsun, 40 vurulsun, 36 bölünsün, 90, 10 ilə 10, 1, 4, 16, 32. Tapdığım bu 32 qram 40% isə qısım, yəni məhlulum olur 100%. Buradan X bərabərdir, 32-ni vur 100-ə, böl 40-a, burada bu gedər 80. Deməli, 58-də birincinin cavabı oldu 80. İkinci, qonur rəngi birləşmənin ikinci qonur rəngi, yəni dəmir OH 3 dəfə birləşmənin formulunu yazın. Dəmir OH 3 və yaxud da yazırsınız, adını da soruşsa, dəmir 3 hidroksid. Bu olur, bu. Davam edək, vay hamısı getdi. Cavab vərəqində verilmiş cədvəli tamamlayın. Cavab vərəqimiz əlimizdə yox, təəssüflər olsun ki. Gəl buna baxaq. Yaşılımtıl çöküntünün qonurlaşması prosesi. Yaşılımtıl çöküntü budur. Dəmir OH2 üzərinə gəlsin oksigen, üzərinə gəlsin su, əmələ gəlir dəmir OH 3 dəfə. Bura bir 2 yazsaq, bura bir 2 yazsaq, dəmir 2, dəmir 2, hidrogen 4, yox, hidrogen 4, 6, hidrogen 6, oksigen 6-dır mı? Oksigen
Oksigen 6 olmur axı. Dayanın görün nəyi səhv yazdım. Bura bir 2 yazsaq, bura bir 2 yazsaq, dəmirlər düzəldi. Oksigen 6, oksigen 4, 6, oksigen 7 olur. Dəmir müsbət 2-dən dəmir müsbət 2-dən dəmir gəldi müsbət 3-ə yazıram. Dəmir müsbət 2-dən dəmir gəldi müsbət 3-ə minus 1 elektron. Oksigen 0-dan oksigen gəldi mənfi 2-yə plus 4 elektron 1, 4, 4, 1. Dəmirə bura bir 4 yazdıq, bura bir 4 yazdıq. İndi görək düzəlirmi? Hidrogen neçə oldu onda? 12. Hidrogen 8, 10. Onda bura bir 2 yazsaq görək düzəldi. Dəmir 4, dəmir 4, oksigen 8, 10, 12, oksigen 12, hidrogen 8, 12, hidrogen 12. Bəli, düzəldi. Yaşılımtıl çöküntünün qoyulaşması prosesini əks etdirən qrafik əsasən X və Y-in. Aha. İndi baxaq. Yaşılımtıl çöküntü 18 olan zaman qonur çöküntünü verib Y. Yazıram ki, birinci halda X və Y hesabındır da. Yaşılımtıl çöküntü 18 olan zaman qonur çöküntü Y. 4 vurulsun. Dəmir 2 hidroksid bayaq dedik. Neçə oldu? 34. 34-ün də üzərinə 56. Düzmü hesablamışdıq görəsən bayaq? Məncə düz hesablamışdıq. Yaxşı. Deməli 17, 17-ni 2-yə vurdun 34, 34-ün də üzərinə 56, 90 eləyir. 90 yazmışdıq, bəli 90. 4 vurulsun 90-a, 4 vurulsun 17-ni 3-ə vursaq. 17-ni 3-ə vursaq 21, 51, üzərinə gəlinsin 56, 7, 107. 4 vurulsun 107. 4'ləri buradan 10 ixtisar eləyərik. Y bərabərdir 18. Vurulsun 107 bölünsün 90. 9'a 10, 9'a 2. 214, 21,4. Deməli Y-in cavabını tapdıq. 21,4. Silirəm buranı. Y deməli yoldaşlar, Y oldu 21,4. İndi gəl X hesablayaq. Qonur çöküntü 32,1 olanda, qonur çöküntü 32,1 olanda bunu verib X. 4 vurulsun 90'a. Neçə idi uşaqlar, yadımdan çıxdı. 17, 51, 107. Artıq bunu kalkulyatorla hesablayaq. Deməli 4 vurulsun 90 vurulsun 32,1 bölünsün, gəl heç 4'ü yazmazdım, 27. X da oldu 27. Amma məncə bu düzgün deyil. X-a 27 tapdıq, amma düzgün deyil axı uşaqlar. 27 18-dən necə aşağı ola bilər? Gəl bir də baxaq. Bax, qonur çöküntünü verib, qonur çöküntünü 32,1. Yazıram 32,1. Hə yoldaşlar, yox biz bunu səhv hesabladıq. Yox, bunu deyəsən səhv hesabladıq, yoxsa yox. Əslində düz hesabladıq, prosta fikir vermədən. Yoldaşlar, burada 18'i sərf olunur. Fikir verin, 36'dan 18'ə düşmək nə deməkdir? 18'i sərf olunur. Elə 18'ə görə yuxarıdakını düz hesablamışdıq.
18-ə görə y doğru tapmışdıq. Bunu bilirsiniz, yanlış əldə edirik. 31,2-yə bəli, məsələn x-dırsa, 4 vurulsun 90-a da dedik ki 4 vurulsun 107. Buradan tapırıq ki x bərabər 27. 27 bunun sərf olunanıdır. Əgər başlanğıcda 36-dırsa, 36-dan 27-si sərf olunursa, uşaqlar x-ə qalır 9. Diqqətli olaq. Mən yorulmuşam deyə artıq fikir vermədim, sonradan mənə çatdı. X-ə qaldı 9, 27 ola bilməz bu. Bayaqki onsuz da qalanla sərf olunan eyni qiymət olduğuna görə uşaqlar heç bir fərq olmur. Bayaqkini düz yazmışıq. Amma burada artıq 36-nın 27-si sərf olunur, deməli x qalır, 9-u qalır. Diqqətli olaq. X 9, y də 21,4. Bu günlük bu qədər.